Əkizlər bürcü. Əkizlər bürcü bugün ulduzlar sizin üçün həm yeni imkanlardan, həm də taleyüklü qərarlardan xəbər verir. Elə hadisələr baş verə bilər ki, onların təsiri yaxın günlərlə məhdudlaşmayacaq, gələcəyinizə də istiqamət verəcək. Xüsusilə iş, maliyyə və şəxsi münasibətlər sahəsində diqqət etməli olduğunuz mühüm məqamlar var. Gün ərzində alacağınız bir xəbər planlarınızı tamamilə dəyişə bilər. Hansı sahədə şanslı olacağınızı, hansı qərarları verməli olduğunuzu və nələrdən uzaq durmalı olduğunuzu öyrənmək üçün videonu sonadək izləməyi unutmayın. İndi isə keçək Əkizlər bürcünün ətraflı günlük proqnozuna. Əkizlər. Bugün sağlam düşüncə və topladığınız həyat təcrübəsi sizin ən güclü üstünlüyünüz olacaq. Qarşınıza çıxan məsələlərə emosiyalarla deyil, məntiqlə yanaşdığınız üçün bir çox çətinliyi asanlıqla geridə qoyacaqsınız. Gün ərzində veriləcək qərarlar gələcək planlarınıza müsbət təsir göstərə bilər. Ulduzlar göstərir ki, bugün tələsmədən atılan hər addım sizi uğura bir qədər də yaxınlaşdıracaq. Daxili inamınız artacaq və öz bacarıqlarınıza daha çox güvənəcəksiniz. Bu da ətrafınızdakı insanların sizə olan münasibətinə müsbət təsir göstərəcək. İş həyatında olduqca məhsuldar və perspektivli bir gün sizi gözləyir. Yeni tanışlıqlar, işgüzar görüşlər və əməkdaşlıq təklifləri gündəmdə ola bilər. Faydalı əlaqələr qurmaq üçün çox əlverişli zamandır. Qarşınıza çıxacaq insanlar gələcək layihələrinizdə və ya karyera planlarınızda mühüm rol oynaya bilərlər. Danışıqlar aparmaq, müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq və yeni layihələrə başlamaq üçün münasib gündür. Əgər uzun müddətdir həyata keçirmək istədiyiniz bir planınız varsa, bugün ilk addımı atmaqdan çəkinməyin. Rəhbərlik və həmkarlar sizin çevik düşüncənizi, məsuliyyətinizi və operativ qərarlar vermək bacarığınızı yüksək qiymətləndirəcəklər. Gün ərzində ünsiyyətiniz kifayət qədər çox olacaq. Telefon zəngləri, görüşlər, yazışmalar və müxtəlif işlər səbəbindən özünüzü bir qədər gərgin hiss edə bilərsiniz. Bəzən elə görünəcək ki, eyni anda bir neçə məsələni həll etməlisiniz. Ancaq vaxtınızı düzgün planlaşdırsanız, bütün işlərin öhdəsindən uğurla gələcəksiniz. Ən vacib məsələləri ön plana çəkmək və diqqətinizi əsas hədəflərə yönəltmək sizə əlavə üstünlük qazandıracaq. Tələskənlikdən uzaq durmaq və hər işi ardıcıllıqla yerinə yetirmək günün məhsuldarlığını artıracaq. Bugün yeni biliklər əldə etmək üçün də olduqca əlverişlidir. İştirak edəcəyiniz görüşlər, dinləyəcəyiniz fikirlər və ya təsadüfən qarşılaşacağınız məlumatlar yaxın gələcəkdə sizin üçün böyük fayda verə bilər. Yeni bacarıqlar öyrənmək, peşəkar inkişafla bağlı addımlar atmaq və təcrübənizi artırmaq üçün münasib zamandır. Hətta bugün eşidəcəyiniz sadə bir məsləhət gələcəkdə ciddi uğurlar qazanmağınıza kömək edə bilər. Ulduzlar öyrənməyə və inkişaf etməyə açıq olan əkizlərin bugündən maksimum fayda əldə edəcəyini göstərir. Bəzi əkizlər uzun müddətdir gözlədikləri mühüm xəbəri ala bilərlər. Bu xəbər iş, maliyyə, təhsil və ya şəxsi həyatla bağlı ola bilər. Gözlədiyiniz cavabın gəlməsi sizi sevindirəcək və gələcək planlarınızı daha dəqiq qurmağa imkan verəcək. Əgər son vaxtlar müəyyən bir məsələnin nəticəsini səbirsizliklə gözləyirdinizsə, bugün müsbət irəliləyişlərin şahidi ola bilərsiniz. Yeni imkanlar yaranacaq və siz onları düzgün qiymətləndirməyi bacaracaqsınız. Maliyyə baxımından gün ümumilikdə uğurlu görünür. Gözlənilməz gəlir əldə etmək, yeni qazanc mənbəyi tapmaq və ya sərfəli əməkdaşlıq qurmaq ehtimalı var. Bununla belə, hər maliyyə qərarını diqqətlə nəzərdən keçirmək vacibdir. Müqavilələri və sənədləri imzalamazdan əvvəl bütün detalları yoxlamaq gələcək problemlərin qarşısını alacaq. Ağıllı planlaşdırma və düzgün hesablamalar sizə maddi sabitliyinizi qorumağa kömək edəcək. Şəxsi münasibətlərdə isə səmimiyyətiniz və dürüstlüyünüz əsas rol oynayacaq. İnsanlar sizin açıq və təbii davranışınızı yüksək qiymətləndirəcəklər. Bu xüsusiyyətiniz yeni tanışlıqlar qurmağa və mövcud münasibətləri daha da möhkəmləndirməyə kömək edəcək. Əgər sevdiyiniz insanla son vaxtlar müəyyən fikir ayrılıqları yaşanıbsa, bugün onları aradan qaldırmaq üçün çox əlverişli fürsət yaranacaq. Sakit və səmimi söhbət münasibətlərinizdəki gərginliyi aradan qaldıra və qarşılıqlı anlaşmanı bərpa edə bilər. Subay əkizlər üçün isə maraqlı tanışlıq və romantik hisslərin başlanğıcı istisna deyil. Sağlamlığınıza da diqqət ayırmaq vacibdir. Gərgin iş qrafiki və çoxsaylı görüşlər sizi bir qədər yorğun sala bilər. Gün ərzində qısa fasilələr vermək, kifayət qədər su qəbul etmək və özünüzə istirahət üçün vaxt ayırmaq enerjinizi qorumağa kömək edəcək.
Axşam saatlarında sevdiyiniz insanlarla vaxt keçirmək və gündəlik qayğılardan bir qədər uzaqlaşmaq sizə mənəvi rahatlıq bəxş edəcək. Ümumilikdə bugün əkizlər bürcü üçün yeni imkanlar, faydalı tanışlıqlar və uğurlu qərarlarla zəngin olacaq. Sağlam düşüncə, səmimiyyət və çevik davranış sayəsində həm peşəkar fəaliyyətinizdə, həm də şəxsi həyatınızda mühüm irəliləyişlər əldə edə bilərsiniz. Ulduzlar sizə fürsətləri vaxtında dəyərləndirməyi, öz bacarıqlarınıza inanmağı və qarşınıza çıxan yeni qapıları cəsarətlə açmağı tövsiyə edir. Bugün atacağınız düzgün addımlar yaxın gələcəkdə böyük uğurların başlanğıcı ola bilər.